O ləzzətlərdən imtina elə ki, başqalarına zərbə vurur. Deyə bilərsən, mənim nəyimə lazım, başqasına nə olur olsun, mən ləzzət alım. Məsələ bundadır ki, dünya elə tərtib olunur ki, başqalarının bədbəxtliyi üzərində xoşbəxt olmaq olmur. Sən kiminsə bədbəxt eləyib, onun hesabına ləzzət alacaqsansa, dünyanı belə qurublar, belə tərtib olunur və təcrübə də bunu göstərir ki, onun zərbəsi sənə dəyər. Mümkün deyil. Pulu ola bilər, var ola bilər, xoşbəxt ola bilməz. Mümkün deyil. Onun içinə gir ürəyinə, onun ürəyindən daş asılıb. Kiminsə bədbəxtliyi, kiməsə zərbə vurub, ləzzət almaq mümkünsüz bir şeydir. Heç cür mümkün deyil. Amma ləzzət daimi olsun, davamlı olsun, dərin olsun, başqalarına da ötürəsən. Adam var ya, gəlir bir çevrənin içinə, oturan kimi görürsən ki, cəmaatın halı dəyişir, enerji verir hamıya, nur bəxş eləyir, hamını sevindirir, güldürür. Mömin dindar budur. Bəzi xəstələr qıcıqlanır o heç, amma ətraf cəmaat görür ki, bu nə yaxşı insandır. Bundan sevinç saçır hər yana.